Əvvəlcə hər kəsə salamlar. Deməli, Analisayev 500 test sual kitabında belə bir xəritə verilmişdi və gördüyünüz kimi 19 dənə hadisə yəni məkan qeyd olunub və biz həmin məkanların elə bil ki, harada yerləşdiyini əvvəlcə təyin edirik, sonra isə həmin əraziləri xəritədə göstəririk. Əvvəlcə gəlin xəritəyə baxaq. Xəritədə 1 Bakıda, sonra 2 Naxçıvan, 3 Kəlbəcər, 4 Tovuz, 5 Qazax, 6 deməli düşür Ağdama, 7 Xocavənd ərazisinə düşür, 8 Ağcabədidir, 9 Xaçmaz, 10 Lerik, ondan sonra deməli 11, baxın görürsünüz, tünd verilib bu hissə, su hövzəsi olduğu üçün. Mingəçevir su anbarından yadınızda saxlayın, bura Mingəçevirə düşür. 12 Gədəbəydir. Ondan sonra 13 bura düşür, Urmiya göl ətrafındadır, zaten Urmiyadır. 14 isə Cəllabada düşür. İndi deməli baxaq 1-ə. 1. Azıq, Qaraca tağlar və Zar mağaralarının yerləşdiyi ərazini müəyyən edin. Biz bilirik ki, Azıq Qarabağ ərazisinə düşür. Deməli 1-ə götürürük 7-ni. Biz eyni zamanda bilirik ki, Xocavənd yaxınlığındadır. Xocavənd ərazisində yerləşir Azıq mağarası. 7-ni götürürük. Qaraca mağarası bilirik ki, 11-də, yəni Mingəçevirdə yerləşir. Sonra Tağlar və Zar mağarası. Tağlar Qarabağ ərazisinə düşür, yenə 7-yi zaten götürmüşdük. Zar da Kəlbəcərə düşür, 3-ü götürürük. Deməli 1-ə yazırıq ki, 7, 3, 11, 3. Sonra 2. Damcılı və Daşsalaqlı mağaralarının yerləşdiyi ərazini göstəririk. Damcılı və Daşsalaqlı mağaraları yerləşir Qazaxda. Qazax da biz dedik ki, 5-dədir. Ondan sonra Qazma mağarasının yerləşdiyi ərazi. Qazma yerləşir Naxçıvanda və Naxçıvanı zaten hamımız tanıyırıq buradadır. Sonra Buzeyir mağarasının yerləşdiyini, ərazini müəyyən edin. Buzeyir də yerləşir Lerikdə. Lerik də baxın burada lap aşağı hissədə yerləşir. Sonra deməli Qaraca düşərgəsi. Qaraca düşərgəsi də biz bilirik ki, Mingəçevirdə yerləşir. Mingəçevirdə 11-dədir. Sonra Qobustan abidələrinin yerləşdiyi yer. Qobustan abidəsi Bakıda yerləşir. Daha doğrusu Bakıdan 55 km cənub ərazisində Abşeronda yerləşir. Baxın, bura düşür, 1-ə düşür. Xəzər dənizindən yadınızda saxlaya bilərsiniz onu. Sonra deməli uşaqlar 7-də Yeni Daş dövrünə aid Göytəpə. Deməli Yeni Daş dövrünə aid Göytəpə bu yerləşir Tovuzda. Tovuz da biz dedik ki, buradadır 4-də. Ondan sonra deməli 8-də nə deyir? Yeni Daş dövrünə aid Kamiltəpə. O da bilirik ki, Ağcabədidə yerləşir. Ağcabədi də düşür 8-ə. Sonra Sərkərtəpə yaşayış yerinin yerləşdiyi ərazini soruşur. Sərkərtəpə yerləşir Xaçmazda. Xaçmaz da burada ən yuxarıda baxın görürsünüz 9-dadır. Sonra Baba Dərviş yaşayış məskəninin yeri. Baba Dərviş Qazaxda yerləşir. 5-ə düşür o da. Ondan sonra 11 Maxda, Şaxtaxtı yaşayış yerləri. Bunlar Naxçıvana düşür. Naxçıvan da biz bilirik ki 2-dədir. Ondan sonra Orta Tunc dövrünə aid Göytəpə yaşayış yeri. Orta Tunc dövrünə aid olan Göytəpə biz bilirik ki, Urmiyada yerləşir. Urmiya göl ətrafında burada 13-dədir o da. Üzərliktəpə və Nərgiztəpə yaşayış yerlərinin yerləşdiyi ərazini müəyyən edin. Üzərliktəpə və Nərgiztəpə Qarabağ ərazisinə düşür və təxminən Ağdama yaxındır. Üzərliktəpə deməli nədir? 13-ə yazasınız 7 ilə 6-nı Qarabağ ərazisini. Ondan sonra 1-ci və 2-ci Kültəpə yaşayış məskəninin yerləşdiyi ərazi. Bir bilirik ki, 1-ci, 2-ci Kültəpə yerləşir Naxçıvanda. Naxçıvanda 2-dədir. Oğlanqala yaşayış məskəninin yerləşdiyi ərazi. Oğlanqala da Naxçıvanda yerləşir uşaqlar. Ona da 2-ni götürürük. Sonra deməli Gəmiqaya. Gəmiqayanı da biz bilirik ki, Naxçıvanda yerləşir. Ona da 2-ni götürürük. Bundan sonra deməli nə deyir? Piktoqrafik yazı nümunələri aşkarlanır. Deməli uşaqlar, piktoqrafik yazı nümunələri ümumiyyətlə Qobustanda, Naxçıvanda, Gəmiqayada, Kəlbəcərdə, Abşeronda, Qazax, Gədəbəydə aşkarlanmışdı. Deməli Qobustan yerləşir 1-də. Ondan sonra Naxçıvanda, Gəmiqaya 2-də. Kəlbəcər 3-dür. Abşeron yenə 1-ə düşür Bakı ərazisinə. Qazax 5 idi. Gədəbəydə 12-dir. Deməli 1, 2, 3, 5, 12-ni götürürük.
Sonra nə deyir? Kərimli, Borsunlu və Sarıçoban kurqanlarının yerləşdiyi ərazini müəyyən edin deyir. Kərimli, Borsunlu və Sarıçoban. Bunlar yerləşir elə bil ki, kurqan qəbirlərdir və Qarabağ ərazisindən düşür uşaqlar. 7-ni götürəcəyik. Sonra deməli Muğanda yerləşən Uzuntəpə yaşayış məskəni. Uşaqlar, Muğanda yerləşən Uzuntəpə Cəllabadın düz buralara düşür. Oranı nömrələməyiblər məncə. 14 Cəllabaddır. Bu isə yerləşir Muğanda. Yəni bu istiqamətlərə düşür əslində. Həmin yeri nömrələməyiblər, niyəsə bilmirəm.